Xəbəriniz varmı? Gözlə görünməyən təhlükə artıq bədənimizi işğal edib. Hər gün istifadə etdiyimiz məhsullar, nəfəs aldığımız hava, içdiyimiz su ilə səssizcə bədənimizə daxil olur. Bu, görünməyən bir işğaldır. Alimlər artıq bunu təsdiqləyir. İnsan qanında, insan orqanlarında nanoplastik tapılıb. Qlobal iqlim dəyişməsi dövründə iqlim fəlakətlərinin sürətlənməsinə təkan verən nanoplastik hər bir insana və bütün bəşəriyyətə toxunan qlobal problemdir. Bu problemin həllini dünyanın ən yaxşı alimləri tapa bilər. Lakin onların bunu bacarması üçün lazımi şərait yaradılmalıdır. Vacibdir ki, alimlər üçün ən qabaqcıl elmi-texniki nailiyyətlərə çıxış, məhdudiyyətsiz maliyyə imkanları və müxtəlif sahələr üzrə sərbəst əməkdaşlıq təmin edilsin. Məhz burada hər birimizin rolu böyükdür. Əgər biz, dünyanın müxtəlif ölkələrində yaşayan adi insanlar bu problem haqqında danışsaq, bu məlumatı başqaları ilə bölüşsək, bu mövzu getdikcə daha aktual olacaq. Axı ən çox danışılan mövzu sonda ən vacib mövzuya çevrilir. Deməli, iqlim dəyişikliyi və iqlim fəlakətlərinin sürətlənməsinə təkan verən nanoplastik probleminin həlli üçün alimlərə lazımi şəraitin yaradılması üçün biz, adi insanlar, bu mövzunu bir nömrəli mövzuya çevirməliyik. Ən vacib mövzuya. İnsanlar dünyanın hər yerində eyni problemi və onun həllinin vacibliyini müzakirə etdikdə, hökumətlərin də bir araya gəlib razılığa gəlməsi daha asan olur və onlar ümumi problemin həlli üçün güclərini birləşdirə bilirlər. Buna görə də biz bu şəraitin yaradılmasına kömək etməli, dəstək göstərməliyik. Kömək etmək isə çox sadədir. Bu məlumatı, bu videonu dostlarınla, ailə üzvlərinlə, həmkarlarınla və digərləri ilə paylaş. Bu sadə addımlarla sən artıq özünü, yaxınlarını və bütün planeti xilas etməyə töhfə verirsən. Əsas odur ki, biganə qalmayaq. Planetin gələcəyi bizim əlimizdədir.